Xalqımızın qeyd etdiyi bayramlardan biri də tarixi əsrlər öncə dayanan Novruz bayramıdır. Novruz canlanma, birlik, bərabərlik bayramıdır. Bu bayramda küsüllər barışır, qohum-qonşu ziyarət edilir. Hər kəs bir-birinə bayram payı aparır. Hər yer təmizlənir, yenilənir. İndi isə gəlin bu gözəl adətlərimizi bir də böyüklərimizdən, Görədil kənd sakinləri olan Sara xanım və Əminə xanımdan dinləyək. Görək, əvvəlki dövrlərlə indiki arasında nə qədər dəyişiklik var? Xoş gəlmişsiniz. Sara, Namazova Sara. 79 yaşındayam. Anam da xərçəçi olub. Birinci xərçəçi olub. Lenin medalı, Stalin medalları olub anamın. Ondan sonra daha gedməyib. Dalayacaq. Belənciyinə. Özümüz də öyrənmişik. Bu şeyləri, pişirməkləri də hələ özümüz öyrənmişik. Analarımız, nənələrimiz çox bilmirdi, daha yaşlı idi də. Onun üçün bizə öyrədərdilər ki, belə naxışlayın, belə qıraq pükün öyrənərdik. Hələnciyinə əliyərdik. Kolxoz sədri üçün gedərdik. Birinci aş ora. Lənkəran səbətləri var idi, zəmbilləri. O ilə bir pişirdiklərimizdən aş, ondan hansını kim nə istəyirsə ora. Kimi sütlü pilav istəyərdi, kimi turşu qoyma istəyərdi, kimi səbzi qoyma. Hərəsi nə istəyir, o aşdan pişirərdilər ki, filan keçsin ondan qoyun, filan keçsin ondan qoyun. Hələnciyinə bölüşərdilər. Ağsaqqallar. Xoş gəlmişsiniz. Allah sizə can sağlığı versin. Bayramınız mübarək olsun. Əhmədova Əminə, Dadaş qızı. Hər birimizdə adət idi ki, birinci aşın qazanını ağzını açanda qonşulara getməlidir. Qabaqcadan boşqablar qoyulurdu. 5 dənə, 6 dənə qonşuya tez-tez qalx. O qalxmaq istəyir, amma tonqalın yanında canı qalıb axı. Tonqala getmək istəyir, atlanmaq istəyir. Soyun içində. Onların da o yığdığı bu azuqalər hər şeydə paxlava, şəkərbura qoxar. Onları da o maraqlandı. Bir həftə yeyirdilər o yığdıqlarını. Bir mişok dallarına atırdılar. Gəzirdilər qırmızı yumurta, qoz, fındıq, şəkərbura. Həyət nə gündə olurdu. Sonra kimsə də onu gəlib süpürürdü. Bayram gününün sabahı şeylərimizi yığardıq, ağsaqqalların öylərinə gedərdik. Böyük xalalarım var idi, əmsi qızlar var idi, anamın əmsi arvadları var idi, Zinnət əmgəlini, İstara əmgəlini. Onları əvvəlcədən gedib yanbayan idi öylərimiz. Əvvəlcədən onların öyünə gedərdik. Təzə paltar giyərdik. Paltarımız hökmən təzə olaydı. Paltarımız, ayaqqabımız təzə olaydı. Ağlayardıq ki, yox, təzə giyinəcək. Ondan sonra hamısını ziyarət edərdik. Ağsaqqalların, qəbr üstə gedərdik. Səməni aparardıq qəbr üstünə. Şam yandırardıq. Qəbr üstə də şam yandırardıq. Həyət bacanı təmizləyirdik, ağacları yağardırdıq. Öy eşik tərtəmiz, çırpılardı tərtəmiz. Öylərə adam gələcək. İndi bu partiyaya getdi, o biri partiyaya gələcək. Partiya gəlirdilər, gedirdilər. Gələnlər də o qədər çox bir şkan çay içərdilər, ya içməzdilər, falan yerə də gedəcək. Onun üçün bu işləri görərdilər. Qohum əqrəba da ki, bəli, xalamdır, bibimdir, dayımdır, onları birinci halda. Özdə onda elə bir adət var idi ki, hər evə getdin, sən öz nümunəvi pişirdiyindən götürməlisən. O da baxırdı, qiymət verirdi. Bu nədir, bu nədir, bu nədir, gör nə gözəl pişirib, gör nə ətri var, gör nə naxış vurub. Yəni ki, o adətlə hətta istəyirdi ki, o qohum da olaq o ailə ilə. Çünki gör nə gözəl orada qız var, gör nə gözəl orada oğul var. Nə bilim, hər qaydası ilə da o atırlar, yandırırlar, o yumurta döyüşdürürlər. Kimdə sındığı, nə bilim, gözəl-gözəl yumurtalar. Nəysə belə. İndi daha o aparmaq, aşı daha kənara aparmırdıq, amma o pişdişimizi hər birini aparırdıq nümunəvi olaraq. Qəbirlərin də ziyarəti ki, elə bir həftə qalmış.
deyirdi ki, getməliyik. 2 gün qalmış bayramın axşamında biz getməliyik. Hər evə biz nəsə götürməliyik. İndi gedəndə bizim axı sürücümüz yoxdur. Biz sumkalarımızı yığmışıq ki, birinci qəbirlərə getməliyik. Bizdə gülzad qoymurdular. Amma yenə nə isə bir də ağardırdıq, bir şey eləyirdik ki, ruhlar şad olsun. Ondan sonra həmən oradan bir, məsəl üçün qaynatam deyib, bir qızıdır, odur, birinin 70 yaşı var, birinin 80 yaşı. Hamını bir gəzirdik. Ta ki, Görədilin girəcəyindən Görədilin axırına qədər biz getməliydik. Ki, onları bayram təbrik eləyirdik ki, bayramımız mübarək olsun. Onlar da ünsiyyət o qədər mehribandır ki, onlar da sayırdılar ki, kimlər bizə nə qədər gəlib, inciməsinlər də, narahatçılıq olmasın bunlarda. Çünki yoxsulluğa əmələ gəlir axı. Ona görə onlar da təzədən bizə gəlirdi. Ancaq elə gəlirdilər ki, bir dənə məsəl üçün sən deyinən ona nə deyirlər? Mercedes tuturdular 30 nəfər, 40 nəfər ki, kənd aləmində heyvanatı yerinə salancan, toyuqları nə bilim neynəyəcən, gəlib borçum çatsınlar bura. İndi də gələndə deyirlər, biz həmişə gəlirik, sən həmişə kuxunaya gedirsən, biz səni görməyə gəlmişik. Deyirəm, elə şey yoxdur. Və yaxud da ki, kimisə qəlbi sınıqdır, onun evdə pişəni yoxdur, nənəsi, babası gətirəni yoxdursa, onu kloqla xonça belə tuturdular, onun qapısını döyüb özləri kənara qaçırdılar ki, o deməsin ki, bu hardan gəldi, kim gətirdi, utanardı da. Qoyub qaçırdılar, o da açırdı, deyir ki, Xudavənd alam, Allahdan gör necə, mən biliblər ki, mənim qəlbim sınıqdır, mənə belə hədiyyə gətiriblər. Allah rəhmət eləsin, Balaxanın bibi olub, deyib ki, əgər sənin süfrəyə gətirməyə heç bir şeyin yoxdursa, birinci şorla çayı qoy, sonra da, çünki qonaq ən gözəl insandır. Sən ona nə qədər təbəssüm göstərsin, xoş üz versin, sən cənnəti qazanmış olursun. Çünki qonaq Allah qonağıdır. Sonra indi bir günə mən də elə dedim, bu dəqiqə hazırlayıram, 3 dənə belə bakala kasaya deyilən bir şeydə, ona pendirləri tökdüm, nə bilim nə. Bir də belə baxdım, gördüm ki, 3 dənə çörək doğramışam, nə pendirdən qalır, nə çörəkdən. İndi sən təsəvvür elə ki, bu kənd aləmi necə zəhmət keçdilər. Baharın gəlişinə son müjdəçi olan İlaxır çərşənbədə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ev muzeyinin qapısına döydük. Qapını üzümüzə Azərbaycan bəstəkarı, xalq artisti, muzeyin direktoru Sərdar Fərəcov açdı. Sərdar müəllim keçmiş şirin xatirələrini bizimlə bölüşdü. Unudulmaq üzrə olan adətlərimizi yada saldı. Həmçinin dahi bəstəkarımız Üzeyir Hacıbəylinin də bu bayramı necə sevdiyindən, qonaqpərvərliyi və yardımsevərliyindən danışdı. Ətraflı Sərdar müəllimin öz dilindən dinləyək. Bugün axır çərşənbədir. Necə deyərlər, növbəti Novruz bayramının lap yaxınlaşmışıq və bu bayramın necə deyərlər, xonçası biz bugün dahi bəstəkarımız Üzeyir Hacıbəylinin evindəyik və bayram xonçasının ətrafında əyləşmişik. Üzeyir Hacıbəylinin ən çox sevdiyi bayramlardan biri də Novruz bayramı olub. Həmişə Novruz bayramında əvvəla bütün Azərbaycan xalqının adət-ənənəsi necə deyərlər, müqəddəs tutulardı. Ən gözəl nemətlər süfrəyə gələrdi. Üzeyir bəyin sevdiyi neçə cür plovlar dəmlənərdi. Ən vacibi isə ehtiyacı olanlara, atasız, yetim olanlara Üzeyir bəy tərəfindən hədiyyələr, sovqatlar göndərilirdi. Üzeyir bəyin evinin qarşısında bir yetimxana vardı. O yetimxanada yaşayan uşaqlar həmişə bayramı gözləyirdilər ki, Üzeyir bəy onlara bayram hədiyyəsi gətirəcəkdir. Əlbəttə, Novruz bayramı deyirik, Üzeyir bəyin sevdiyi bayramdır. Əlbəttə, bütün xalqımızın sevdiyi bayramdır. İndi bu bayramı həmişə yüksək səviyyədə keçirdim xalqımız. Baxmayaraq ki, uzun illər Bolşevik işğalında olan xalqımız
bir çox məhdudiyyətlərə məruz qaldığı kimi Novruz bayramında qadağasına rəsmən məruz qalmışdı. Lakin bununla belə hər bir kəs öz evində bu bayramı əziz tuturdu. Gözəl təəssüratla, gözəl hisslərlə bu bayramı qarşılayırdı. Bu bayramda təkcə şəkər bura, paxlava, qoğal, şəkər çörəyi, plov pişmirdi. Burada mütləq ailənin hər üzvü təzə paltar giyirdi. Çünki yeni il gəlirsə, xüsusilə uşaqlar üçün yeni libaslar alınırdı ki, yeni ildə uşaqların paltarları təzə olsun. Çünki təzə paltar, təzə həvəs, təzə hiss yaradır. Sonra uşaqların sevdiyi oyunlar, məhəllə uşaqları bir yerə toplaşır, cürbəcür oyunlar oynayırdılar. Kimin imkanı vardısa, kəndin kənarına çıxırdı. Təbiətin qoynunda cürbəcür oyunlar oynayırdılar. Yeni çıxan yaşıl otları, çiçəkləri, gülləri seyr edən insanlar da xüsusi zövq alırdılar. Bu bayramın adətlərindən biri də odur ki, bayramı tek keçirməzdilər. Hamı öz yaxınlarını, əzizlərini ziyarət edərdi. Əvvəla təkcə sağ olan insanları yox, həm də dünyadan köçmüş əzizlərinin məzarını ziyarət edərdilər. Hətta şəkər bura, paxlava, noğul, nabat dünyadan nakam köçmüş gənclərinin qəbrinin üstünə də qoyulardı. Cavanlar üçün gözəl bir adət var idi. Gözəl oyunlar var idi. İndi o oyunları neysə biz müşahidə etmirik. Yumurta döyüşdürmək. Novruz bayramında axı çoxlu yumurta boyanırdı. Cürbəcür rənglərdə qırmızı, sarı, yaşıl, göy və hər kəsən öz yumurtası ilə öyünürdü məhəllədə. Uşaqlar bir-birinə öcəşirdi və yumurta döyüşdürürdülər. Olurdu ki, bir də görürsən, uşaqlardan biri öz yumurtasının, necə deyərlər, möhkəmliyinə görə bir torba yumurta udurdu. Sonradan o qədər yumurtanı yeyən uşaqlar hərdən biraz xəstələnirdiler. Onlara zarafatla deyirdiler ki, bayram beyi olmuştur. Ümumiyyətlə, Novruz bayramında ən gözəl il ərzində gözlədiyim bu bayrama ən gözəl hisslərlə gəlirdim. İndi şəhər meydanında da necə deyərlər, meydanlar sulanırdı, kəndirbazlar gəlirdi. Əsasən keçə və kosa əsas qəhrəmanlar qapı-qapı gezib öz paylarını istəyirdilər, torbalarını doldururdular və bunun özündə də bir gözəl məna var idi. İnsanların ürəyində səxavət hissi. Həm qapıya gələn hər kəsə səxavətlə yanaşırdılar. Həm özləri kiməsə qonaq gedib, həm pay aparırdılar, həm də onlar üçün gözəl süfrələr açılırdı. Ümumiyyətlə, bu Novruz bayramı birlik bayramı idi. İnsanların, xalqımızın, necə deyərlər, bir-birinə məhəbbəti bayramı idi. Bütün insanlar ancaq ən gözəl hisslərlə bir-birinə yanaşırdılar və bu bayramda hamının üzü gülürdü və təsadüfi deyil ki, deyirlər bayramda mütləq barışmaq lazımdır. Hətta küsülü insanlar da gedib barışırdılar. Çünki bayram süfrəsinə küsülü oturmaq olmazdı.
gözəl adətlərdir. Görün, yüzillərlə xalqımızın hafizəsinə, ürəyinə necə gözəl hisslər yaşadan bu bayram adicə bayram değildi. Min illərin sınağından çıxmış bayram idi. Ona görə bugün də Novruz bayramı ola bilsin ki, şəhər mühitində bir qədər məhdudlaşır, nəsə kənd həyatında biraz daha canlı keçə bilər ola bilsin. Ancaq bu həqiqətdir ki, istər kənd cəmaatı, istər şəhər cəmaatı, istər ziyalı, istər sadə insanlar, heç kim bu bayrama biganə deyil. Hamı bu bayramı sevir, hamı bu bayramda ən gözəl arzularını dilə getirir, hamı bir-birinə can sağlığı arzulayır. Olur ki, bu bayramdan sonra gənc oğlanların, gənc qızların nişan mərasimi, toy mərasimləri planlaşdırılır. Yəni, Novruz, yeni gün həm də hər bir insanın, hər bir ailənin həyatında bir yeni arzuların çiçəklənməsi deməkdir. Ona görə də bu bayram hamımız üçün əzizdir. Biz onu sevirik və arzu edirik ki, bu bayram həmişə bizim xalqımızla bərabər olsun. Tariximizin gizli yaddaşlarından süzülüb gələn bu bayramın adətlərindən şəkərbura paxlava kimi ləziz təamlar bişirmək, tonqal yandırmaq, papaq atmaqdır. Maraqlısı odur ki, xalqımız SSRİ dövründə repressiya zamanında olan qadağaların Novruzun tarixə qarışıb itməsinə icazə vermir, bir yolla bu bayramı qeyd edirdi. Onda da gizlin əli yerdik. Öylərdə gizlin əli yerdik. Txoqqa var idi. Txoqqanın içində qoyardıq pilətə, onun növt pilətəsi. Buzunka var idi. Buzunkanı qoyardıq növt pilətəsinin üstə. Onun içində şəkərlərimiz qəşəng çıxardı. Paxlavalarımız qəşəng çıxardı. Həmişə də pişirəndə deyərdilər ki, əvvəlcə bir tas alın. Şor ki, şirin yiyəcək, işləyə bilməyəcək. Duzlu şeylər alardıq ki, işləyənlər yesin. Misinin içinə qoyardıq paxlavanı. Sini ilə qarışıq təndirin közünü alardıq, qoyardıq təndirə. Üstünü təndirin başına atardıq ki, çox alovlanmasın. Orada pişirərdik. Oturla bir gün sənə sabah ona şəkərburlarla hələnçiyinə. Qoğalları təndirimiz var idi bizim. Bəzən qoğallarda Allah hamına rəhmət eləsin, nənəm deyərdi ki, gəskir şeydə pişirik, təndirdə. Küt gelmirdi də. Təndirin başında durardı, hamısı ki, küt düşsün oradan yeyək. Düşmürdü də küt. Qoğallar belə yaxşı çıxardı. Onun üçün təndirdə qoğallarımız yaxşı çıxırdı. Süz çörəyi, şor qoğalı, bunlar yaxşı çıxırdı. Belənçiyini hamımız düzərdik. Hamısı da yığılardı. 2 nəfər adamla yox. Bir adam arvadlar yığılardı, oturardıq, eləyərdilər. Kesərdik, pişirərdik, köməkləşərdik. Bir gün ona, sabah ona, hələnçiyinə pişirərdik. Biz də uşaq idik, baxırdıq. Novruz bayramının adətləri elədir ki, hər birimiz deyirdik ki, bizim süfrəmizdə gözəl ətirli şəkərburamız, paxlavamız, qoğalımız olsun. Onu da hər xanım o cür gözəl ətirli dadlı pişirmirdi. Ancaq biz nənələrimizdən həm müasirliyi öyrənirdik onlardan, həm də ki, bir evimiz, atamın evi vardı ki, quyruq yağı orada balonlarla 12 dənə olardı. Biz deyirdik ki, qoyunu məsəl üçün babon kəsərdi sənin. Bir dəqiqənin içində soyurdu, tas olurdu ağappaq quyruqla. Sən təsəvvür elə, ciyər, quyruq. Sonra onu doğrayıb cizlaq eləyirdilər. Necə lazımdır istifadə edirdik. Amma bayramın aşında, o şabalıdır, əti, onun yağında ya, cizlaq ora qatmırdılar. Qoğallar da ki, qazan-qazan, paxlava, şəkərbura bir 20 kilolitr tutan qazanda yığırdılar. Səhərində də, mart ayında balkonlara yığırdılar ki, daha xaladelnik hindi çıxıb da.
Sonra o xəmir yoğurmağı da bir gün mən qonşuya dedim ki, bəs xahiş eləyirəm ki, mən iş deyirəm də, mənim üçün də bişirərsən. O da dedi, buyur, xoş gəlmisən. O mənə dedi ki, hə, indi biraz yorulmuşam, sonra bişirərəm. Mən də gəldim, özüm istədim ki, mən də o şəxslərə qoşulum da, mən də onlar kimi ailəmi özüm təmin eləyim pişdişlə. Hani biraz xəmir yoğurdum, iş adamıyam da, elə qoydum duxovkaya. Elə necə məni mürgü aparıb, elə belə. Bir də onu gördüm, telefon zəng çalır, gördüm, düşdü götürüb duxovkanı. Belə açdım, gördüm ki, elə qapqara rəng olub. Mənə heç nə narahat eləmədi. Amma narahat elədi ki, mən o gözəl naxışları vurmuşam, o həyif o naxışlardan. Amma ki, indi maşallah, elə günüm olurdu ki, mənim xanım, mən 2000 dən şəkər bura pişirirdim. Karobkalara yığırdı, xəstəxana vardı, göndərdim onlar. Gəlirdilər, qapıda baş əyirdilər mənə, sənin əllərinə qurban olum mən. Deyirəm ki, təmənnasız, mən ancaq bir vaxtı sizə müraciət eləyəndə, siz də mənə lazımı kimi sağlamlığımı qoruyun da, bax belə. Popaq atmağı da təzə çıxdı. Bakıda, Sumqayıtda var idi. Bizlərdə yox idi, rayonlarda var idi. Sonra biz popağa yatdıq, qonşumuz da yaxşı adamdı, varlıq aldı. Apardıq popağı, qoyduq ora uşağın popağını. Getdik ki, aşağı getdik, gördük uşağın popağı atılıb o yana. Qayıtdıq ki, biz müsəlman deyilik, uşağın popağını orana çatmışıq. Bir dənə yumurtan yox idi, bir fındığın yox idi. Qoyuydun uşağın popağına. Bir onda şey eləmişik, yoxsa popaqları gezərdilər. Bu qapıdan nə qədər yumurta yığdım. Qorğayacan qorardıq. Buğda qorardıq, qoz da qatardıq ona. Hamısını qoyardıq. Kimin qrupundan nə çıxır? Əvvəl mutfaqları var idi, indi kuxuna deyilir. Mutfaqdan popaq atardılar. Torba atardılar, kim nə qoydu? Kim nə qoydu, çəkərdilər, bəziləri pişik salladardılar, qoyardılar, yuxarıdakı çəkərdi ki, pişik gəldi. Hamımızın bayrağımız mübarək olsun, neçə belə illərə çıxasınız, şad xurama yaşayasınız. Allah qurulduğunu, bu bərəkəti əlimizdən almasın, ilah pərverdigarı. Sizə birinci can sağlıq arzulayıram. Gəlmisiniz, saymısınız, öz təşəkkürümü sizə deyirəm. Arzum odur ki, həyatımızda heç vaxt qaranlıq günümüz olmasın. Müharibə ən acıdır, olmasın. Bütün anaların gözünün yaşı qurusun, təbəssüm olsun, nəvə nəticə ali məktəbə gətirsinlər, aparsınlar. İndi bu çərşənbədir deyə, mən də sizin bayramınızı təbrik eləyirəm. Həmişə bahar ətirli gəlsin, çiçəkli olsun, günəş olsun, düşmənin boynu sınsın. Yenə deyirəm, Xudavənd aləm bizə pis gün göstərməsin. Gözünüz nurlu olsun, ayağınız gələrli olsun, xoş süfrələrdə gəlib əyləşəsiniz. Əziz izləyicilər, Novruz bayramı bir tərəfdən təbiətin oyanışını, digər tərəfdən isə insanların birliyini simvollaşdırır. Bayramın bizə gətirdiyi yeniliklər və bərəkətlə hər zaman birlikdə, əmin-amanlıq içində olmağımızı diləyirik. Novruz bayramınız mübarək.